Hörmətli izləyicilər, sizə Quranın ən sirli surələrindən biri olan Kəhf surəsində keçən möcüzəvi hadisədən danışacağıq. Ən çətin anda, çıxılmaz vəziyyətdə və hər cür problemdə bizə yol göstərən Kəhf surəsi 60-82-ci ayələri süni intellektlə hazırladığımız görüntü ilə olduğu kimi təqdim edirik. Bir zaman Musa öz gənc dostuna, xidmətində olan Yuşa ibn Nun'a belə demişdi. Mən Xizirlə görüşmək üçün iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca bu səfərdən geri dönməyəcəyəm. Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda yeməyə götürdükləri balığı unutmuşdular. Balıq isə dirilib suya atılmış dənizdə bir yarğana tərəf üst tutmuşdu. Onlar iki dənizin qovuşduğu yerdən keçib getdikləri zaman Musa gənc dostuna dedi, nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı. O isə, görürsənmi biz həmin yerdə qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu onu xatırlamağı mənə yalnız şeytan unutturdu. Balıq dirilib, əcaib bir şəkildə dənizə yollandı, deyə cavab verdi. Musa, elə istədiyimiz də budur, dedi. Və onlar öz ləpirlərinin izinə düşüb, gəldikləri yolla geri qayıtdılar. Musa və Yuşa orada öz dərgahımızdan mərhəmət əta etdiyimiz və öz tərəfimizdən elm, qeybə dair bəzi biliklər öyrətdiyimiz bəndələrimizdən birini tapdılar. Musa ondan soruşdu, öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərti ilə sənə tabe olunmu? Xızır belə cavab verdi. Sən mənimlə bir yerdə olsan, görəcəyim işlərə əsla dözə bilməzsən. Çünki mən batini elmlə iş görürəm. Sənin bildiyin isə ancaq zahiri elmdir. Sən peyğəmbər olduğun üçün, mən zahirən qadağan olunmuş bir iş gördükdə, ona etiraz edib əleyhimə çıxacaqsan. Axı sən bilmədiyin, batininə, mahiyyətinə bələd olmadığın bir şeyə necə dözə bilərsən? Musa dedi, İnşallah səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam. Xızır, əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma, dedi. Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman Xızır onu deşdi. Gəminin bir-iki taxtasını sındırıb çıxartdı. Musa dedi, sən gəmidə olanları suya qərq etmək üçün gəmini deşdin. Doğrusu, böyük bir şey etdin. Xızır belə cavab verdi. Sənə demədimmi ki, mənimlə bir yerdə olanda görəcəyim işlərə əsla dözə bilməzsən? Musa dedi, unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə, sənə tabe olmaqda çətinliyə salma. Yenə getdilər. Nəhayət bir oğlan uşağı ilə rastlaşdıqda, Xızır dərhal onu öldürdü. Musa dedi, heç bir günah iş tutmayan, pak, məsum bir cana mı qıydın? Doğrudan da çox pis bir şey etdin. Xızır yenə belə cavab verdi. Sənə demədimmi ki, mənimlə birlikdə olanda edəcəyim əməllərə əsla dözə bilməyəcəksən? Musa dedi, əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. Hərəkətlərinə etiraz etdiyim, səni qınadığım üçün sən artıq mənim tərəfimdən üzürlüsən, məni atıb getməyə haqqın vardır. Yenə getdilər. Nəhayət, bir məmləkət əhlinə yetişib, onlardan yeməyə bir şey istədilər. Əhali, onları qonaq etmək, Musaya və Xizirə yemək vermək istəmədi. Onlar orada yıxılmaq üzrə olan bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi, əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd, çörək pulu alardın. Xizir dedi, bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır. Zahirən qəbul edilməz olduğunu gördüyün və dözə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm. Belə ki, gəmi dənizdə çalışıb vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istəyirdim, çünki həmin adamların arasında, yaxınlığında hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi. Oğlana gəldikdə, onun valideynləri mömin kimsələr idi. Mən gördüm ki, o böyüyəndə kafir olacaq. Buna görə də biz onun böyüyəndə ata-anasını da öz arxasınca azğınlığa və küfrə sürükləməsindən qorxduq. Və Rəbbinin onun əvəzində onlara daha təmiz və daha mərhəmətli olan başqa bir övlad verməsini istədik.
Divara gəldikdə isə, o, şəhərdə olan 2 yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməli salih bir adam idi. Rəbbin onların həddi büluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini çıxarıb tapmalarını istədi. Ey Musa, mən bunları öz-özümdən etmədim, yalnız Allahın əmrini yerinə yetirdim. Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu, batini mənası budur.